Nə müddətdir həsrət məni dağlayıb, o güllü gülşəni gətirin mənə, vətənsiz ürəyim yara bağlayıb, əvvəlik məlhəmi gətirin mənə. Gözüm qalıb baharında, yayında, nişanlı qızların payız toyunda, gələsi olsanız bayram ayında bir yaşıl səməni gətirin mənə. Bilən bilir pərvanənin dərdinə, o da qalıb dağlarının dərdinə. Dağ yerinə qorxuram ki, dərdinə, siz bütöv vətəni gətirin mənə, siz bütöv vətəni gətirin mənə, gətirin. Mənim misralarım soy kökümün danışan sözüdür. Pərvanə xanım, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Mustafayeva Pərvanə Hüsü qızı, Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan bölgəsinin Acıbaş kəndinənəm. Atam, anam sadə kəndçi olublar, atam çoban işləyib, mən çoban qızıyam. Anam evdar xanım olub, məlum məsələlərlə əlaqədar vətənimizdən didərgin düşüblər. Və bir şeirimdə deyirəm, qovuşmadı, gözləsə də vüsalı, çoxu getdi əli sənə uzalı. Ürək yanır, qəbul etmir bu halı, yağını yandırsın ahım fəğanım, bizi ayrı saldı doğma qafanım. Bax, əlləri vətənə uzalı getdi çoxunun. Pərvanə xanım, o dövrləri, o illəri, vətənli xatirələri necə xatırlayırsınız? Fəxri xanım, o illəri xatırladıqca adam o xatirələrdən doymur. İnanın ki, uşaqlıqdan bu yana nə gözəl şey görmüşəmsə, o vətənimdə görmüşəm. Gənclikdə, uşaq vaxtı mənim atam dediyim kimi çoban olub. Atam qoyun otarmağa gedəndə anam mənə yemək hazırlayıb verirdi ki, apar atan yemək yesin və gedirdim orada, o badya var idi bizdə. Atam qoyunu sağırdı, südün çiğ-çiğ içirdirdi bizə. Düşünürdüm ki, qoyunun südünü çiğ-çiğ mən necə içim? Atam məcbur onu köpüklənə sağıb qoyundan elə həmən də içirdirdi bizə. İndi bilirəm ki, onun nə qədər xeyri varmış, çox ləzzətliymiş. Ən çox yadımda qalan kəndimizdə bir təndir vardı, kəndimizin qonşunun təndiri. Biz qonşular hər dəfə bir ayda 2 dəfə zad yığışıb bir evə çörək salırdıq. Ən çox arzuladığım o idi ki, o təndir pişirdiyimiz vaxt, çörək pişirdiyimiz vaxt, o da nəyə görə? Mən uşaq idim, məni qoymurdular kündə tutmağa, yuxa yaymağa. Ən çox arzulayırdım ki, onu edeyim. Təndir salanda anama yalvarırdım ki, bir dənə taxta oxlub mən götürüm, mən də yayım. Həm öyrənim, həm də çox həvəslənirdim. Təndirə yuxa yapmağı, bulaqdan su gətirməyi. Deyirəm, dönəydi o bahar yenə, dumanda etdiyim günlər olaydı. Qonşu qızlarıyla evcik quranda cığallıq etdiyim günlər olaydı. Həqiqətən heyləydi. Qonşu qızları ilə bizdə bir döş var idi, daşlıq yerdə. Orada daşdan evcik qururduq, oynayırdıq, gəlincik bəzirdik və mən həmişə cığallıq eləyirdim. İndi həmin o cığallıq etdiyim günləri arzulayıram. Bizdə çox müqəddəs pirlər vardı. Əbədərə piri var idi ki, hər zaman ora niyyət elirdik, çıraq aparıb yandırırdıq o pirdə. Hüçütü piri vardı, kimin bir xəstəliyi vardısa, gedib orada axşam yatırdılar, xəstələrini apardılar, yatırdılar. Elə bir ki, tezdən duranda sağlam durub gəlirdilər. Belə inanclar vardı. Həqiqi inandığımız pirlərdi, düldül piri vardı. Çilaxana piri vardı bizdə, o pirdə hər zaman qurban kəsirdik. Yəni, pirlərimiz çoxudur, hamısı da inanclı pirləridir və biz o pirlərində, yəni sınaqdan keçirilmiş pirləridir, görmüşdük hamısının faydasını. Kəndimizin toyları yadımdan çıxmır, heç bizdə qara zurna ilə olurdu toylar, 2 gün toy olurdu. Toy əsas 6-cı gün başlayırdı, bir gün qabaq. 6-cı gün, bir də bazar günü toy olurdu. Gündüz həyətdə toyçular, cavan qız gəlin yığışırdı, çalıb oynamaq. Axşam olanda da kəndin böyük klubu vardı.
Kəndin klubuna yığılırdı, hamı gecə yarıya qədər toy davam eləyirdi, 2 günü. Da bir gün yox, 2 gün bütöv o toya həsr olunurdu. Çox maraqlı olurdu. Bizim kənd çox mənzərəli bir yerdə idi, gözəl bir yer idi. Təbii kəndimizin qənşərində dağıdır, ətəyi meşə idi. O dağda baxırdın yayda sanırdın ki, o dağa, o yaşıllığın içində qar var. Əslində o qar deyildi. Əslində o ağ çiçəyidir. O qədər gözəl ətir var idi ki, o çiçəyin ancaq dağın hündürü zirvəsində açırdı o çiçək. Həyətimizdən oturub baxanda ağappaq görünürdü qar kimi. Amma gedirdik, yaxınlaşırdıq yığmağa, çox ətirli bir çiçək idi. Ən çox onu biz may ayında, may gələndə biz də, yəqin ki, siz də xatırlayırsınız, çiçək bayram eləyirdik mayda. Bütün təbiətdə olan çiçəklərdən yığırdıq, orta məktəbdə sinif otaqlarını bəzəyirdik. Ən çox da o çiçəkdən yığırdıq, iplərə düzüb asırdıq sinif otaqlarını. Xatırlanmalı çox şey var. Bilmirəm hansını qoyum, hansını deyim. Həmin o Əbədərə piri çox müqəddəs pir idi. Əbədərədən də biraz aralıdır bizim kəndin qəbirstanlığı idi. Mən bu yaxınlarda internet səhifələrində baxdım ki, həmin yerdən heç nə qalmayıb. Nə qəbirstanlıqdan, nə də o pirdən yerində kombinat tikiblər. Atam gələndə 88-ci ildə kənddən bildiyiniz kimi heç kim çox şey götürməmişdi. Ancaq torpaqla qarışıq bir topa bənövşə gətirmişdi. Biz o bənövşəni burada həyatımızda əkdik. İndi də var o bənövşəni saxlayıram, yəni artırmışam həyatımızda. Yaz olanda elə biləm o vətən qoxusunu alıram. Əyilib o bənövşəni dərmək istəmirəm. Gülləri dizimi qoyub yerində ətrini qoxlayıram. Bir dəfə qızlardan, rəfiqələrindən biri bilirdi bu bənövşəni. Mənə xahiş edərdi ki, bənövşə açıbsa mənə bir dəstə bənövşə ver. Onda elə bir kövrəldim, belə bir şeir yazdım ki, amandır, bənövşə istəmə məndən. Gəl öz əllərinlə dər bənövşəni. Qəribdir o üzdən əlim gəlmir, dərib qoxlamağa tər bənövşəni. Kiminin ayrılıq olub qisməti, kimin talanıbdır varı dövləti, kim mənim tək çəkir vətən həsrəti, aparıb onlara ver bənövşəni. Pərvanəyəm, nələr gəldi başıma, kövrəlirəm yaş gəldikcə yaşıma, yurda qovuşmasam yazıb daşıma, sinəmin üstünə sər bənövşəni, gəlib məzarımdan sor bənövşəni. Pərvanə xanım, deyək ki, ora artıq qədəm qoyursunuz və ilk qədəm bastığınız anda elə ilk edəcəyiniz şey nə olar? İnanıram, əlbəttə, mən inanıram. Bilsəm ki, əgər mən o torpağa getməyəcəm, bəlkə də ürəyim partlayır. Mən inanıram ki, gedəcəyik o torpaqlara. İlk mən öz kəndimizə çatanda mən ilk dizimi qoyub yerə, üzümü torpağa sökəyərəm. O torpaqdan atamın, anamın gəzdiyi ayaq izləri dəyən o torpaqdan doyunca öpərəm. Sonra evimizin qapısında icazə versəm bir şeir oxuyardım. Bu gecə gördüm ki, kəndimizdəyəm. Evimizin çırağından öpürəm. Qızlarla birlikdə su gətirdiyim məhləmizin bulağından öpürəm. Yada saldım mən əzəlki dövranı, məni qarşılamır bəs anam hanı?
Doyunca gəzərək bağı bağçanı, qızıl gülün yanağından öpürəm. Bir də gördüm göy çəməndə gəzirəm. Səmasında quşa dönüb süzürəm. Dolça bilib bulaq üstdən üzürəm, lilparının yarpağından öpürəm. Dolaşıb gəzdikcə obalarımı sandım sonu yetib intizarımın. Ruhuyla dərdləşib babalarımın əyilərək ayağından öpürəm. Mənə qucaq açdı o doğma yurdum, onun vüsalı ilə xəyallar qurdum. Bu şirin röyadan ayılıb gördüm, dəftərimin varağından öpürəm. Dəftərimin varağından öpürəm.